Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi incəsənət məktəblərinin müəllimlərinin attestasiya prosesi yekunlaşır. Bakı Xoreografiya Akademiyasında müəllimlərin peşə, səriştə və bacarıqlarının ölçülməsi məqsədi ilə imtahan prosesi izlənilib. Ümumilikdə indiyədək 1600-dən çox müəllim attestasiyada iştirak edib. İlkin mərhələdə 4100 müəllimin attestasiyadan keçirilməsi planlaşdırılır. Əvvəlcədən bu müəllimlərə test sualları verilmişdi. Fortepianoda ifa üçün musiqi əsərlərinin siyahısı təqdim olunmuşdu və üzdən oxumaq üçün vərdişləri olanlar müəllimlər üzdən oxumadan hansı bir əsərləri ifa etməlidirlər. Bugün, yəni günün sonuna qədər biz təxminən 1700-dən çox müəllimi artıq attestasiya prosesində iştirakçı kimi görə biləcəyik, yəni yekunlaşacaq. Bu proses bildiyiniz kimi Əmək Qanunvericiliyinin qaydalarına uyğun olaraq təşkil olunur və ilk dəfə olaraq Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən məktəblərin müəllimləri üçün təşkil olunubdur.